Salam. Bu mövzumuzda xaçlı yürüşlərindən danışacağıq. 7-ci sinif ümumi tarixin 16-cı paraqrafı olan xaçlı yürüşləri və yaxud səlib yürüşləri haqqında danışacağıq. Ümumiyyətcə, xaçlı yürüşləri ümumdünya tarixində çox mühüm nəticələrə səbəb olmuş və hətta günümüzdə də bu yürüşlərin mahiyyəti, bu yürüşlərin baş vermə səbəbləri araşdırılır, müzakirə predmeti olaraq qalır, baxmayaraq ki, üstündən əsrlər keçmişdir. İlk slaydımızla, ilk başlığımızla davam edirik. Xaçlı yürüşlərin ümumdünya tarixindəki yeri. Bu məsələni bir cümlə ilə ifadə etsək, qeyd edə bilərik ki, Qərb ölkələrinin, xristian ölkələrinin inkişafı müsəlman şərq ölkələrinin xarabalıqları üzərində, işğalları üzərində qurulmuşdur. Və bir qərbli tarixçinin qeyd etdiyi kimi, insanlıqdan və ağıldan məhrum olmuş heyvanlar kimi səlibçilər müsəlman şərq ölkələrinə yürüşlər etmişdilər, dağıntılar, fəlakətlər törətmişdilər. Hətta öz xristian ölkələrində, hətta kilsələri belə qarət etməkdən çəkinməmişdilər. Xaçlı yürüşlərin baş vermə səbəbləri nə olmuşdu bəs? Ümumiyyətcə, bu yürüşün təşkilatçıları kimləridir? Buradan məqsəd nə idi? İştirakçıları kimləridir? Bunlara qısa şəkildə aydınlıq gətirək. Deməli, teokratik, yəni dinli anlayışa görə Tanrı ilə şeytan arasında mübarizə gedir. Bu mübarizənin nəticəsində Tanrı qalib gələcək və Tanrı yer üzündə hakimiyyəti ələ alacaq və keşişlər isə tanrıların yer üzündə olan nümayəndələri olacaqlar və dünyanı bunlar idarə eləyəcəklər. Bu anlayış, bu təbliğat onların nüfuzunu artırmağa gətirib çıxarmışdır və hətta Roma papası bir sıra ölkələr, indi sonraki slaydımızda buna qeyd eləyəcəyim, bir sıra ölkələr, məsələn Polşa, Danimarka, İngiltərə özlərini hətta papanın vassalı elan etmişdilər. Ümumiyyətcə, bu dövrdə qərb ölkələri, belə deyək də, qərb ölkələrində heç də inkişaf yox idi və bu inkişaf yox idi. Həmçinin əhalinin demək olar ki, bütün təbəqələri səfalət içərisində idilər. Yəni Qərbi Avropa ölkələrində asayiş yox idi. Bütün təbəqələrin xaç yürüşündə öz məqsədləri olmuşdu və o məqsədlərə çatmaq uğrunda bu xaç yürüşlərinə onlar qoşulmuşdular. Roma papasının, xristian keşişlərin əlində böyük bir ordu olmasa da, silahlı dəstələri olmasa da, onların keşişlərdən ibarət böyük bir təbliğat ordusu vardı ki, həmin o təbliğat ordusu ölkənin bütün təbəqələrini bu xaç yürüşündə iştirak etmək üçün səfərbər etmişdilər. Və bu, qərb ölkələrində olan asayişin qarşısını almaq mümkün olmurdu, aclığın, səfalətin qarşısını almaq mümkün olmurdu və Roma papası fikirləşdi ki, bu etirazçı kütləni nə etmək lazımdır? Onları şərqə yönəltmək lazımdır. Və bunun üçün din amilindən istifadə etdilər. Və belə deyək də, onların dini heysiyyatına toxundular ki, güc kafirlərin əlindədir, yəni kafirlər deyəndə onları müsəlmanları nəzərdə tuturdular və xristianları İsa'nın qəbrini kafirlərdən, yəni müsəlmanlardan azad etmək üçün mübarizəyə səslədilər. Və elə oradaca belə deyək də, xristianlar həmin o vəhşi kütlə və qeyd etdik, bir qərbli tarixçinin belə ifadə etmişdi ki, ağıldan və insanlıqdan onlar məhrum olmuşdular. Həmin o vəhşi kütləni artıq şərq ölkələrinə yönəltməyə başladılar və onlar 1095-ci ildə Fransanın Clermont şəhərində 2-ci Urban çıxış eləyir və xristianları müsəlmanların əlində olan İsa'nın qəbrini azad etməyə səsləyir və beləliklə də ilk xaç yürüşü başlamış oldu. Biz ilk slaydımızda bu məsələni qeyd etdik. Xaçlı yürüşlərinin ümumdünya tarixindəki yerin qeyd etdik. Və həmçinin burada qeyd etmişik, 4-cü əsrdə, yəni 395-ci ildə Roma imperiyası parçalandı, yəni Qərbi Roma və Şərqi Roma. Deməli, burada qeyd etmişik, Qərbi Roma və Şərqi Roma
Qərbi Roma adından göründüyü kimi elə Qərbi Roma əraziləri, Şərqi Roma isə Bizans imperiyası nəzərdə tutulurdu. Qərbi Avropada kilsənin başçısı Roma papası idi. Şərqi Romada isə patriarx sayılırdı. Və həm patriarxla, həmçinin də Roma papası arasında kilsəyə sahib olmaq, kilsəyə rəhbərlik etmək və kilsənin gəlirlərini öz aralarında bölüşdürmək uğrunda mübarizə gedirdi. Kilsə başçıları hakimiyyətin onlara mövzunun əvvəlində də qeyd elədik ki, Tanrı tərəfindən verildiyini iddia edirdilər, özlərini Tanrının nümayəndəsi elan etmişdilər və istədikləri şəxsi bağışlamaq, istədikləri şəxsi günahlandırmaq səlahiyyətinə malik olduqlarını qeyd edirdilər. Və bu Papa ilə Patriarx arasında mübarizənin nəticəsində kilsə iki hissəyə bölündü. 1054-cü ildə kilsə iki hissəyə bölündü. Qərb kilsəsi, yəni Katolik kilsəsi və Şərq kilsəsi pravoslav kilsələrinə bölündü. Qərb kilsəsi, yəni deməli Katolik kilsəsi, Şərq kilsəsi isə ümumdünya həqiqi din kilsəsi adlanmağa başladı. Və həmçinin Papa, yəni Roma papası Qərbi Avropada ən iri torpaq sahibi idi. Həddən artıq, belə deyək ki, varlı şəxsə çevrilmişdi. Bunun əsas səbəbi nə idi? Deməli, səbəb torpaqların, deməli, Roma papalarının kilsə mərasimləri üçün vergilər alınması idi. Məsələn, torpaqların, deməli, Qərbi Avropada torpaqların 1/3 hissəsi Papaya məxsus idi. Sonra Papa ən iri torpaq sahibinə çevrilmişdi və burada Roma, deməli, Papa vilayəti hansı əraziləri əhatə eləyirdi? Roma şəhəri və ətraf əraziləri əhatə eləyirdi. Papanın nüfuzunun səbəblərini qeyd elədik. Səbəbləri, nüfuzunun artmasının səbəbini biz mövzunun əvvəlində qeyd etdik ki, onlar özlərini yer üzünün tanrılarının canişinləri hesab eləyirdilər. Bu hakimiyyətin onlara Tanrı tərəfindən verildiyini iddia eləyirdilər və həmçinin dini heysiyyata da toxunaraq şeytanla Tanrı arasında mübarizə getdiyini və bu mübarizədə Tanrının qələbə qazanacağını və onlar da Tanrının yer üzündə canişini olacaqlarını iddia eləyirdilər və bu da onların nüfuzunun artmağına səbəb olmuşdu. Tanrının canişini də qeyd etdik və kilsə onda bir vergisi alırdı. Kilsə mərasimlərinin keçirilməsi üçün də əhalidən müxtəlif vergilər alınırdı. Məsələn, xaç suyuna salınma və yaxud kəbin, talaq, bu cür adlarla, mərasimlərlə əhalidən vergilər toplayırdılar. Və həmçinin də özlərini Tanrının canişini olaraq istənilən şəxsi bağışlamaq, istənilən şəxsə cənnəti vermək də deməli iddiası eləyirdilər. Və burada cənnət qəbzləri qeyd etmişik. İndulgesiyalar, yəni cənnəti satırdılar və onun müqabilində indulgesiyalar alırdılar. Və bu əslində xaçlı yürüşlərinin, səlib yürüşlərinin nəticəsində Avropada reformasiya hərəkatı da başlayacaq ki, sonraki mövzularımızda biz həmin məsələni də qeyd eləyəcəyik ki, artıq belə deyək də maariflənmiş insanlar təbliğat aparacaqlar və kilsənin nüfuzunu zəiflədəcəklər. Bəs papaların bu siyasətinə qarşı çıxanlar olurdumu? Bəli, onların bu siyasətinə, yəni həddən artıq vergi toplamasına, həddən artıq varlanmasına, cənnətə satmalarına qarşı çıxanlar təbii ki, elmli insanlar, maariflənmiş insanlar olurdu. Kilsə isə həmin o insanları bidətçi adı ilə damğalayaraq onlara mübarizə aparırdılar və inkvizasiya biz burada qeyd etmişik. İnkvizasiya nədir? İnkvizasiya həmin bidətçilərə qarşı mübarizə aparmaq üçün yaradılan məhkəmələr idi. Deməli, kilsəyə qarşı çıxanlar bidətçi adlandırıldı və bidətçilərə qarşı mübarizə aparmaq üçün də inkvizasiyalar yaradıldı. İnkvizasiyada onlar məhkəməyə verilirdi. Onların əmlakı kilsənin xeyrinə müsadirə olunurdu. Hətta kilsə bu mərasim məhkəmələrdən də öz xeyirlərinə faydalanırdılar. Roma papası artıq ən böyük, ən iri torpaq sahibinə çevrilmişdi. Nüfuzları həddən artıq artmışdı və hətta biz burada qeyd etmişik, deməli, İngiltərə, Polşa,
və Danimarka. Bu ölkələr özlərini papanın vassalları hesab eləyirdilər. Özlərini papaların vassalı hesab eləyirdilər. Hansı ölkələr oldu? İngiltərə, Polşa və Danimarka. Gəlin, həmin əraziləri xəritə üzərində də göstərək. Deməli, baxın, özlərini papanın vassalı elan etmiş ölkələr. İngiltərə, yəni Böyük Britaniya adı ölkəsi, Polşa və Danimarka. Bax, bu ölkələr özlərini papanın vassalı elan etmişdilər. Digər ölkələrə də baxaq, bura Almaniya, Müqəddəs Roma İmperiyası idi, Fransa bu ərazilər, İspaniya bu ərazilər. İndi qarşınızdakı slaytda İspaniyanın yaranması haqqında da qeyd edəcəyim ki, 1479-cu ildə Kastiliya və Aragon krallıqlarının birləşməsi nəticəsində İspaniya yaranmışdı və bu İspaniyanın qırağında balaca bir ölkə, bu da Portuqaliyadır və əvvəlki mövzularımızdan da keçmişdik. 711-ci ildə Tariqin başçılığı altında ərəb qoşunu bax bu istiqamətdən keçərək İspaniyaya daxil olmuşdu və həmin boğazı da Tariqin şərəfinə Cəbəlli Tariq adlandırırdılar. Davam edirik növbəti slaytımızdan. Xaçıl yürüşlərinin başlanma səbəbləri qeyd etmişik. Xaçıl yürüşlərinin başlanma səbəblərində ümumiyyətcə bu Xaçıl yürüşünün iştirakçıları arasında hər təbəqənin öz məqsədləri vardı. Hər təbəqənin öz məqsədləri vardı. Xaçıl yürüşlərinin başlanma səbəbləri Avropadakı vəziyyət qeyd etmişik. Avropadakı vəziyyət mövzunun əvvəlində qeyd etdik. Qərb ölkələrində asayiş yox idi, aclıq, səfalət hökm sürürdü, etiraz kütləsi baş qaldırmışdı və bu etiraz kütləsini papalar sakitləşdirə bilmirlər və ona görə də onları şərqə tərəf yönətməyə başladılar. Yürüş iştirakçılarının məqsədləri qeyd etmişik. Yürüş iştirakçılarının hər iştirakçısının öz məqsədi vardı. Yəni hər təbəqənin öz məqsədi vardı. Yəni bu məqsəd heç də İsa'nın qəbrini azad etmək məqsədi, yəni dini məqsəd daşımırdı. Bunu nə sübut eləyir? Bunu 1099-cu ildə Qüdsü tutanda orada Yahudilərə, xristianlara qarşı da qarətlərin törədilməsi, hətta kilsənin də qarət olunması onların əsl simasını açıb göstərdi. Deməli, kəndlilərin məqsədi nə idi? Kəndlilər feodal tabeliyindən azad olmaq və torpağa sahib olmaq üçün bu hərəkata qoşulmuşdu. Feodalların məqsədi nə idi? Feodallar da yeni ərazilər ələ keçirmək, yeni istismarçı kütlə qazanmaq və həmin o kəndliləri də özlərindən asılı vəziyyətə salmaq üçün bu mübarizəyə qoşulmuşdular. Roma papasının məqsədi nə idi? Roma papası da həmin o tutulan əraziləri xristianlaşdırmaq, öz nüfuzunu artırmaq və yeni torpaqlar ələ keçirmək üçün bu yürüşə başlamışdı. Və gəldik nəhayət yürüşlərə. 1095-ci ildə Fransanın Clermont şəhərində 2-ci Urban çıxış eləyir və İsa'nın qəbrini müsəlmanların əlində olmağından xəcalət çəkdiklərini bildirir və bütün xristianları İsa'nın qəbrini müsəlmanlardan azad etməyə səsləyir və əslində qeyd etdik ki, bu məsələnin görünən tərəfi idi, görünməyən tərəfi isə əslində işğalçılıq, yeni torpaqlar, yeni müstəmləkələr ələ keçirmək uğrunda mübarizə idi. Və bunu da qeyd etdik ki, dini təəssübkeşlik İsa'nın qəbrini azad etmək. Və yağlı vədlər qeyd etmişik. Biz dedik ki, qərb ölkələrində asayiş yox idi, aclıq, səfalət hökm sürürdü və yağlı vədlər verirdilər ki, Qüds, belə deyək də, süd, bal gölü axır Qüdsdən, ora getsəz, yeni, belə deyək də, ərazilər ələ keçirəsiz, yaşayış səviyyəsi artacaq. Ona görə də bu təbliğatı aparırdılar və Qüds, burada qeyd etmişik, yəni Qüds istiqamətinə Xaçıl yürüşləri təşkil olunmuşdu. Deməli, ilk Xaçıl yürüşləri əhatə eləyir 1096-99-cu illəri, ikinci Xaçıl yürüşü 1147-49-cu illəri əhatə eləyir, üçüncü Xaçıl yürüşü 1189-1192-ci illəri əhatə eləyir, dördüncü Xaçıl yürüşü isə 1202-1204-cü illəri
əhatə etmişdi. Gəlin həmin yürüşlərə ayrı-ayrılıqda toxunaq. Deməli, ilk xaçlı yürüşü başlayır 1096-cı ildə, 96-99-cu illəri əhatə edir. Yəni birinci xaçlı yürüşü 2 mərhələdən ibarət olur da. 1096-cı ildə birinci xaçlı yürüşü, daha doğrusu birinci xaçlı yürüşü başlayır və uğursuzluqla nəticələnir. İkinci dalğası isə 1099-cu ildə baş vermişdi. İştirakçıları pis silahlanmış kəndlilər olmuşdular. Birinci ilk olaraq zəif, pis silahlanmış, döyüş qabiliyyəti olmayan kəndlilər başlayırlar və 1096-cı ildə onlar Səlcuqlar tərəfindən məğlub edilirlər. Səlcuqlar tərəfindən məğlub edilirlər və ardınca deməli feodal cəngavərlərin başçılığı altında 1099-cu ildə yenidən hücum eləyirlər. Kəndlilər Səlcuqlar tərəfindən məğlub olunur və 99-cu ildə onlar cəngavərlərdən ibarət yeni bir dalğası baş verir 1099-cu ildə və 1099-cu ildə Qüdsü tuturlar. Qüdsdə, baxın qeyd etmişik, Qüdsdə qırğınlar törədirlər. Bu qırğınlar təkcə müsəlmanlara qarşı yox, eyni zamanda Yahudilərə, xristianlara qarşı da baş vermişdir. Hətta burada kilsələr də qarət olunur və bu kilsələrin qarət olunması papaların iç üzünü və onların ümumiyyətcə xaçlı yürüşlərinin iştirakçılarının əsl səbəbini, əsl iç üzünü nümayiş etdirmişdir və burada Qüds krallığı yaradılır. 1099-cu ildə Qüds krallığı yaradılır və Qüds krallığı davam eləyəcək 1187-ci ilə qədər. 1187-ci ilə davam eləyəcək. 1187-ci ildə Misir hökmdarı Səlahaddin Əyyubi onları məğlub edib Qüdsdən qovacaq. 1099-cu il yürüşlərinin səbəbləri qeyd etmişik. Səbəbləri deməli 96-cı ildəki məğlubiyyətin əvəzini çıxmaq və Qüdsü ələ keçirmək olmuşdu. 1099-cu ildə deməli onlar ümumiyyətcə birinci səlib yürüşündə 96-cı ildə onların məğlubiyyətinin əsas səbəbi deməli yəni qələbə qazanmalarının əsas səbəbi Səlcuqların zəifləməsi olub. 96-cı ildə onları Səlcuqlar məğlub eləyir, amma 99-cu ildə səlibçilər qalib gəlirlər və çünki Səlcuqlar zəifləmişdi. Buna baxmayaraq biz burada qeyd etdik Səlcuqların zəifləməsi. Mosul hakimi səlibçiləri məğlub eləyir və səlibçilərin əlində olan bir sıra əraziləri onlardan azad eləyir. Buna cavab olaraq ikinci səlib yürüşünü başladılar. İkinci səlib yürüşü nə vaxt oldu? 1147-1149-cu illərdə oldu. İkinci səlib yürüşü uğursuzluqla nəticələndi və qeyd etdik Təbəriyə döyüşündə 1187-ci ildə Səlahaddin Əyyubi səlibçiləri məğlub eləyir və Qüdsü azad eləyir. Qüdsün itirilməsi ilə səlibçilər barışmırlar və buna cavab olaraq 3-cü səlib yürüşü başlayır, lakin 3-cü səlib yürüşü də uğursuzluqla nəticələnir. 3-cü səlib yürüşündə iştirak etmiş ölkələri qeyd eləyək. Deməli, İngiltərə, Fransa, Roma imperiyası. Bu üç dövlətin iştirakı ilə 3-cü səlib yürüşü başlayır və 3-cü səlib yürüşü də uğursuzluqla nəticələnir. 4-cü səlib yürüşünə isə Papa 3-cü Innokenti özü rəhbərlik eləyir və burada fərqli sözün qeyd etmişik. Bu nəyi bildirir? Deməli, 4-cü səlib yürüşü əvvəlki yürüşlərdən fərqli olaraq dəniz yolu ilə getməyə qərara alırlar və bunun üçün də Venesiyadan gəmilər kirayə götürürlər. Niyə görə Venesiya onlara kömək eləyir? Çünki Venesiyada dəniz ticarətində Bizansla rəqabət aparırdı və ona görə də səlibçilərə deməli Venesiya kömək eləyir. 1204-cü ildə Konstantinopol tutulur və Konstantinopol qarət olunur və burada öz deməli dövlətlərin qururlar səlibçilər. Lakin və onlar 50 ildən artıq burada hakimiyyətdə olurlar və Bizans isə yenidən mübarizə apararaq səlibçiləri Konstantinopoldan qovur və Konstantinopol, yəni Bizans imperiyası yenidən bərpa olunur. Bizans imperiyası yenidən bərpa olunsa da, amma öz əvvəlki nüfuzunu itirmişdir.
1204-cü ildə Konstantinopol səlibçilər tərəfindən tutulur və 1261-ci ildə deməli Konstantinopoldan deməli qovulurlar. Səlibçilər Konstantinopoldan qovuldu və Bizans imperiyası bərpa olundu. 13-cü əsrdə səlibçilər ümumiyyətcə yəni daha 4 səlib yürüşü təşkil olunur müsəlman ölkələrinə, lakin 13-cü əsrin sonlarında artıq onlar tutduqları bütün torpaqlardan qovulmuşdular. Burada yeni bir başlıq qeyd etmişik. Avropada müsəlmanlara qarşı xaçlı yürüşləri. Deməli, 8-ci əsrin ortalarında Pireneya yarımadasında Kordova xilafəti artıq müstəqil bir xilafət idi. Kordova xilafəti və burada müsəlmanlar, xristianlar, yahudilər birlikdə yaşayırdılar və hər təbəqə də öz dinini icra etməkdə azad idi. Və İspaniyada müsəlman izləri qeyd etmişik. Deməli, Sevillada Əl-Kəsar sarayı 12-ci əsrə aiddir bu və Granadada isə Əl-Həmra sarayı, bu da 13-14-cü əsrlərə aiddir. Kordova xilafəti bu deməli yürüşlərin, hücumların qarşısını alırdı. Lakin Kordova xilafətində də artıq daxili çəkişmələr baş verməyə başladı. Daxili çəkişmələr və Kordova xilafəti bu çəkişmələrin nəticəsində zəifləməyə başladı və 11-ci əsrdə Kordova xilafəti bir sıra müstəqil əmirliklərə parçalandı. Deməli, Kordova xilafətinin yerləşdiyi ərazini qeyd etmişik burada. Baxın, İspaniya, müasir İspaniya, Pireneya yarımadası, Kordova xilafəti burada yaranmışdı və qeyd etdik, bura Cəbəl-i Tariq boğazıdır. 711-ci ildə Tariq bu ərazidən hücum etmişdi. Ümumiyyətcə, burada 3 deməli yarımada yerləşir. Bura Balkan yarımadası. Bir dəqiqə. Baxın, bura Balkan yarımadası, bura Appenin yarımadası və burada Pireneya yarımadası yerləşir. Parçalama nəticəsində deməli Kastiliya, Aragon və Navarra krallıqları yaranır. Hər deməli bu adlarını çəkdiyimiz krallıqlar müstəqil krallıqlar olur və burada qeyd etmişik İspaniya yarandı. Deməli Kastiliya və Aragon krallıqlarının, baxın, Kastiliya və Aragon krallıqlarının birləşməsi nəticəsində 1479-cu ildə İspaniya dövləti yarandı. İspaniyada bilirik, bax, bu əraziləri deməli əhatə eləyir. Baxın, İspaniya bax, bu əraziləri əhatə eləyir. Hansı ərazilər birləşdirildi? Kastiliya və Aragon krallıqları birləşir, vahid İspaniya yaranır və burada Navarrada qeyd etmişik. Navarra isə Fransa və İspaniya arasında bölüşdürülür. Deməli, Fransa və İspaniyada Navarra krallıqlarını öz aralarında burada qeyd etmişik, bölüşdürürlər. Və 1492-ci ildə Granada süqut eləyir. 1492-ci ildə. Xaç yürüşlərinin nəticələrinə baxaq görə xaç yürüşləri qərb və şərq ölkələri üçün hansı nəticələrə səbəb oldu? Xaç yürüşlərinin nəticələri, şərq üçün nəticələri dağıntı, fəlakət. Burada qeyd etmişik, dağıntı fəlakətlə nəticələnir. Qərb üçün isə nəticələri daha, belə deyək də, onlar üçün ürək açan olur. Aralıq dənizində ticarət canlandı. Şimali İtaliya şəhərləri Bizansı üstələdi və Avropada ipək, dərman, ətir, güzgü istehsalını öyrəndilər. Yel dərmanları meydana gəldi Avropada. Çəltik, qarabaşaq, limon, ərik, qarpız bezəlməsinə başlanıldı. Kağız və barıtla tanış oldular qərbdə və papaların nüfuzu sarsıldı. Çünki biz qeyd etdik ki, 1099-cu ildə onlar Qüdsü tutanda həm müsəlmanlara qarşı, həmçinin də xristian yahudilərə qarşı qırğınlar törədirlər və kilsələr də qarət olunur. Bu, onların iç üzünü açıb göstərdi və papaların nüfuzu sarsıldı. Həmçinin xaçlı yürüşləri başa çatandan sonra papalar
yenidən belə deyək də öz nüfuzlarını artırmaq, yenidən varlanmaq üçün başqa təbliğata əl atdılar. Onlar qeyd etdilər ki, kimlər ki xaç yürüşlərində iştirak etməyiblər, gəlsinlər peşmançılıq pulu ödəsinlər və xaç yürüşündə iştirak edənlərin savabları onlara da verilsinlər. Bu artıq onların iç üzünü daha da açıb göstərdi. Papaların nüfuzu sarsıldı və qeyd etdiyimiz kimi Avropada reformasiya hərəkatının başlanmasına səbəb oldu. Bu mövzu ilə əlaqədar mənim izahım bu qədər. Uğurlar arzulayıram hər birinizə.